Kanalıma hoş geldiniz. Bugün sizlə həm Temu, həm Trendyol bağlamalarımı yığmışam ki, bir yerdə açaq. İki tripodum olmasına baxmayaraq, ikisi də yarımcan idi. Ona görə də özümə tripod sifariş eləmişəm. Dedim, qiyməti çox münasib idi. Amma düşünürəm ki, yaxşı olacaq. Pultu var. Hansı ki, məsələn, tripodu oradan yerləşdirirsən, telefona qoşulur və şəkil çəkirsən. Yəni, telefondan artıq kimi yükləməyə ehtiyacı yoxdur, şəkil çəkməyə ehtiyacı yoxdur. Bu nədir? Hə, bu hissəsi də telefonu qoymaq üçün olan hissəsidir. Aynı ki, çantası da var. Mən digər Temudan aldığım tripodum çox balacaq. İnanın yığanda bu qədər olur və çantamda rahatca daşıya bilirdim. Ta ki, Alisa ayaq hissəsini qırana kimi. İndi artıq yığmaq olmur, yapışdırmışam deyə. Amma digər tripodum böyük ring light olanlar, işıqlı olanlar. O isə zaten çox böyükdür və özümdən daşıya bilmirəm. Bu necədir? Günlük tərəzidir bu, hə? Belə bir tərəzi də var ki, yəqin ki, telefonu qoyanda düzgünlüyünü bilmək üçün dinlər. Digər tripodlarda tam əymək olmur da aşağıya doğru telefonu. Məsələn, hər hansı bir yemək hazırlayırsan, o videosu çəkəndə tam üzü aşağı çəkmək olmurdu. Amma bu tripod gördüyünüz kimi tam əyir. Elə Temudan davam etmək istəyirəm. Temudakı geyimləri çox bəyənirəm. Çünki fərqli kəsimli, köynəklər falan belə şeylər olur. Və mən yenə dayanamadım. Belə bir sarçka sifariş etmişəm özümə. Düşünürəm ki, çox gözəldir. Ön hissədən qara saydı sarçkadır. Amma arxasında belə ip detayları var. Əynimdə də sizə göstərəcəm necə qalır. Məncə qəşəng. Bir də qolunda belə fərqli volan detalı var. Xüsusilə də bu arxada olan ip detayını çox bəyəndim, çünki insanı olduğundan daha incə göstərir. Alisa üçün sifariş vermişəm. Bunu mən elə bildim ki, şalvarı ilə dəsti 14 manat civarındaydı qiyməti. Düşündüm şalvarla dəsti çox gözəldir. Şalvarı belə oversize model, boş model idi koftası kimi, amma çox gözəl idi. Kaşki onu da göndərərdilər, amma deməyəsən tək bluzuymuş. Baxın belə bir şeydir. Düşünürəm ki, çox şirindir, belə titiş-mitiş. Alisa'ya yaraşır belə şeylər. Ona görə bunu sifariş elədim. Bu isə belə 2 dənə endirmə düşmüşdü. Cütü 12 manata gəldi səhv eləmirəmsə. 1-6 manata düşür. Məncə çox qəşəngdir. Belə sadə koftalardır. Evdə və ya gündəlik bağçada geyinə bilərəm. Həvəslə gözləyirdim. Bunu bəbəm ki, sifariş etmişəm. Aliskama nə bilim peycək kimi bir şey düşünmüşdüm. Amma belə gündəlik geyinməyə jaket imiş. Qiyməti çox münasib idi bunun da. Ona görə sifariş etdim. İçi belə tüklüdür. Yağış olmayan vaxtlarda rahatlıqla geyinə bilər. Yaxşıdır valla. O yəni çox uyğun qiymətdə. Gündəlik bağçaya geyinmək üçün yaxşıdır. Bir dənə də belə bir şey sifariş eləmişəm. Oydu, bu da böyükdür. Bunu da Aliskam üçün sifariş vermişdim ki, yağışlı havalarda falan geyinməyə. Bu da elə bilirəm ki, böyük olacaq Alisa'ya. Çünki Anjeliya zaten almışıq. Keçən videoda göstərmişdim. Qaldı 2 dənə bağlamamız. Buna baxın. Belə bir boyama üçün kart göndəriblər və arxasında yazıblar. Təşəkkür ederiz bizi seçdiyiniz üçün. Biz təşəkkür ederiz. Belə bir koftadır. Qiyməti çox münasib idi. 6-7 manat. Materialı falan pambıqdır. Çox yaxşıdır. Gündəlik geyinmək üçün. Hətta bağçaya belə geyinə bilərlər. Düşünürəm ki, çox yaxşıdır. Kimin əyninə olsa onundur. Defaktodan belə bir paltar sifariş eləmişəm. Bu kofta çox xoşuma gəldi. Görün yaşı neçə yaşı? 4-5 yaşı. Anjeliya yaxşı olar. Qiyməti 17-18 manat arası idi. Linki də hətta Instagramda paylaşacağım aldıqlarımı. Yəni çox bəyəndim. Materialı pambıqdır. Defaktoda mən bu geyimin model olaraq çox bəyəndim, amma defaktoda yəni həqiqətən çox uyğun qiymətli geyimlər olur. Bizdə bildiyiniz kimi 2 uşaqdır və yəni mən hər zaman yaxşı keyfiyyətdə olan pambıq, amma qiyməti münasib geyimlər axtarıb tapmağa çalışıram ki, həm zövqlü olsun, həm pambıq olsun, həm də ki, qiyməti münasib olsun və defaktoda çox zaman tapa bilirəm. Temudan sifarişlərimizə adətən baxın belə şeylər olur ki, hansı ki bəzək üçün. Elə Temudan da davam edək. Mətbəx dəsmalları ensiz olduğuna görə heç sevmədim. Bu işə yaramayacaq. Köhnə qulaqçığımı Alisa dişlədiyi üçün yenisini sifariş etdim. Bluetooth'udur, çox yaxşı işləyir, bəyəndim. Bu isə rəfiqəmlə dəst geyinərik deyə 2 dənə aldığım belə bir pijama dəsti, amma qolu və ayaq hissəsi çox qısa gəldi. XL razmeri olmasına baxmayaraq. Və qardaşım üçün gündəlik geyinməyə belə bir kurtka sifariş etmişdim. Bu da çox nazikdir. Əslində heç belə gözləmirdim. Şəkildə qalın görünürdü. Əslində videoda göstərmədiyim, amma sifariş etmiş olduğum başqa məhsullar da var idi.
Ancaq onlar mənə tez lazım olduğuna görə və mən də biraz tənbələm, video çəkməyə gecikdirdim. Onlar lazım oldu, artıq açıb işlətmişəm. Ona görə onları videoda mən sizə göstərə bilmədim. Amma başqa sifarişlərim də var, yoldadılar. Gözləyirəm onlar gəlsinlər. Onlar gələndə çalışacağam ki, hər birini sizə göstərim. Kargolarımı açandan sonra birbaşa keçirəm mətbəxə. Çünki göyərtilərlə belə bir içlik hazırlamışdım ki, bu çox sevdiyimiz börəyi hazırlayım və dedim ki, sizlə söhbət eləyə-eləyə bunu da çəkin bölüşün. Evdə olan istənilən göyərtiləri xırda-xırda, orta xırdalıqda, yəni doğrayıram hazır lavaşlarla. İçərisinə pendir də qatıram. Pendir qatanda dadını çox bəyənirəm. Yəni adi ağ pendir, duz, zövqə görə istiot falan. Belə bu formada bunları bükürəm. Üzərinə yumurtanın sarısı, qatıq, duru yağ və duz, istiot, sarıkök əlavə edirəm ki, dadlı olsun. Düşünürəm ki, Instagram izləyicilərim bunu çox yaxşı bilsə də, YouTube-da yeni olan izləyicilərim bunu bilmirlər. Hansı ki, mənim yemək bişirmək sevgimi, yemək bişirməyi, şirniyyat bişirməyi çox sevirəm və mənə terapiya kimi gəlir. Ona görə də istəyirəm ki, bütün vloqlarımda, yəni hərəsində bir dənə yemək, şirniyyat, börək, yəni bu tipdə bir resept videosu olsun ki, sizin üçün də faydalı bir vloq olsun. İnsan üçün ən dəyərli şey zamandır və siz də zamanınızı ayırıb mənə baxırsınızsa, mənim də borcumdur ki, sizə faydalı nəsə göstərim. Nəinki sizin əsəbinizi korlayacaq, mənasız, maraqsız bir video ilə vaxtınızı almaq heç istəmərəm. Çünki mən özüm də YouTube-da videolar izləyəndə və ya Instagramda çalışıram ki, izlədiyim videodan mənə nəsə fayda olsun. Yəni vaxtım boşu-boşuna getmiş olmasın. Hər zaman daha yaxşısını və daha faydalısını çəkməyə çalışacağam. Bura kimi izlədiyiniz üçün çox təşəkkür edirəm. Abunə olub, like edib və komment yazmağı unutmayın.